İzosistem, qapı, pəncərə emalatımız davam edir. Göründüyü kimi premium səviyyə asial profilləri ilə. Bunları birləşdirərkən, montaj emalat edərkən pres vasitəsilə emalat edirik. Bu bizə hansı üstünlükləri verir pres vasitəsilə emalat? Müəyyən müddət keçdikdən sonra bu gördüyünüz hissələr, şuruplar işlənərkən, profillər bir-birinə şurupla tikilərkən müəyyən müddət keçdikdən sonra əsnəklik yaranır və bu profilin izolyasiya qabiliyyətini itirməyinə səbəb olur. Yəni bu gördüyünüz hissələrdə stıklar yaranır, boşluqlar yaranır. Bunların olmaması üçün gördüyünüz kimi pres vasitəsilə emalat edirik bu birləşmələri. İzosistem pəncərələrimizdir. Bu da izosistem böyük ölçülü qapılarımızdır. Jumbo şüşələrdən istifadə edəcəyik. 3 metrdən 3 metr 20 santimi keçdiyinə görə Jumbo Türkiyə istehsalı şüşələrdən istifadə edəcəyik. Seçiminiz asidan olsun.